Salam, kanalıma xoş gəlmisiniz. Söz verdiyim kimi Dövlət İmtahan Mərkəzinin çıxarmış olduğu 2-ci qrup coğrafiya 2025 qəbul imtahanı ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun 20 variant sınaq imtahanının izahatlarına başlayırıq. İlk sınaqdan başlayırıq. Sınaq nömrə 1. İlk sınaq yer səthinin təsviri ilə bağlı suallarla əlaqəlidir. Birinci suala baxırıq. Xəritənin vizual təhlili ilə kartometrik təhlilinin oxşar cəhəti. Deməli, coğrafi xəritələrdən məlumat əldə etmək üçün kartoqrafik tədqiqat metodları tətbiq edilir. Kartoqrafik tədqiqat metodları vizual, kartometrik, qrafik və sair təhlillər vasitəsilə həyata keçirilir. Vizual təhlil nədir? Vizual təhlil xəritələrdən ərazinin relyefi, çay şəbəkəsi, iqlim xüsusiyyətləri, bitki və heyvanlar aləminin müxtəlifliyi, əhalinin yerləşməsi və s. haqqında məlumatların əldə edilməsi və onlar arasında əlaqənin müəyyən olunmasıdır. Bəs kartometrik təhlil nədir? Kartometrik təhlil deyəndə biz hesablama işlərini nəzərdə tuturuq. Xəritələrdə olan hesablama işləri, yəni nədir? Buna aid olan coğrafi koordinatların təyin olunması, hündürlük, uzunluq, sahələrin hesablanması, azimut və istiqamətlərin təyin edilməsi, miqyasa əsasən məsafələrin hesablanması və s. kimi işləri biz görürük kartometrik təhlil zamanı. İndi gəlin baxaq variantlara. Oxşar cəhətlərini soruşur. Hər ikisinə aid olan cəhəti. A. Suxur laylarının yatım formalarının təyin edilməsi. Bu qrafik təhlilə aiddir. Bu qrafik təhlilin öyrəndiyi xüsusiyyətlərdən biridir. B. Kəmiyyət göstəriciləri əsasında məlumatların əldə edilməsi. Bu kartometrik təhlilə aiddir. Hesablama işləri dedik ki, ancaq kartometrik təhlildə olur. C variantına baxırıq. Xəritələrə əsasən relyef profilinin çəkilməsi. Bu da qrafik təhlilə aiddir. D. Kartoqrafik təsvirdən məlumatların əldə edilməsi. Bəli, bayaq da dedik, həm vizual təhlil, həm kartometrik təhlil, həm qrafik təhlil kartoqrafik təsvirdən məlumatların əldə edilməsidir. Yəni, birinci cavabı D variantıdır. Y variantına baxırıq. Dərəcə toru və miqyasın köməyi ilə hesablamaların aparılması, təbii ki, bu da kartometrik təhlilə aiddir. Cavabımız D variantıdır. 1 D variantı. İkinci suala baxırıq. Uyğunluğu müəyyən edin. Topoqrafik xəritələr, icmal topoqrafik xəritələr, icmal xəritələr. Topoqrafik xəritələr, yəni böyük miqyaslı xəritələrdir. İcmal topoqrafik xəritələr orta miqyaslı xəritələrdir. İcmal xəritələr isə kiçik miqyaslı xəritələrdir. Biz nə demişdik? Böyük miqyaslı xəritələrə hansı miqyaslı xəritələr aid idi? 1 bölünsün 200 minə qədər olan xəritələr böyük miqyaslı xəritələr idi. 1 bölünsün 200 mindən 1 bölünsün 1 milyona qədər olan xəritələr orta miqyaslı xəritələrdir. 1 bölünsün 1 milyondan daha kiçik olan xəritələr isə kiçik miqyaslı xəritələrdir. İndi gəlin baxaq. Topoqrafik xəritələrə deməli 1 bölünsün 20 min. Bəli, bu böyük miqyaslı xəritədir, yəni topoqrafik xəritədir. 1-ə A. 1 bölünsün 1 milyon. Bu icmal xəritələrdir. Çünki nə demişdik? 1 milyon və 1 milyondan kiçik olan xəritələr. Deməli, 3-ə B aiddir. 1 bölünsün 3 milyon. Bu da icmal xəritələrə aiddir. Deməli, 3-ə B, C, baxaq görə variantlar arasında həm A-da var, həm C-də var. 1-ə hansılara aiddir? 1 bölünsün 20 min, 1 bölünsün 70 min. Bunlar hər ikisi də böyük miqyaslı xəritələrdir, yəni topoqrafik xəritələrdir. 1-ə A, Y, A variantı uyğun gəlir. 1-ə A, Y, 2-yə də D uyğun olacaq. 1 bölünsün 500 min, bəli, orta miqyaslı xəritədir. Bu da 2-nin cavabı oldu A variantı. Üçüncü suala baxırıq. Bakıdan 270 dərəcə azimutda və 3416 kilometr məsafədə yerləşən məntəqənin coğrafi koordinatlarını müəyyən edin. Gəlin bunu çəkək. Bildiyimiz kimi Bakı yerləşir 40 dərəcə şimalın dairəsində, 50 dərəcə şərq uzunluğunda. Nə deyir? 270 dərəcə azimutda və 3416 kilometr məsafədə yerləşən məntəqənin coğrafi koordinatını müəyyən edin. 270 dərəcə biz bilirik ki, qərb istiqamətidir, yəni bu istiqamətdir.
neçə kilometrdir? 3416 kilometr. 3416 kilometr. Bu məntəqənin coğrafi koordinatlarını istəyir bizdən. Biz 270 dərəcə gedərkən paralel 40 dərəcəli paralel üzrə hərəkət edirik. Ona görə dəyişməyəcək en dairəsi. Həmin məntəqənin en dairəsi yenə olacaq 40 dərəcə şimal en dairəsi. Biz coğrafi uzunluğu tapacağıq sadəcə. Onu necə tapacaq? 3416 kilometri bölərik 40 dərəcədə. Burada indi qeyd olunmayıb, amma bunu əzbər bilirik artıq. 40 dərəcəlik paraleldə uzunluğu 85,4 kilometr olduğu üçün biz nə edəcəyik? 3416-nı böləcəyik 85,4-ə. Mən birbaşa cavabı yazacağam vaxt getməsin deyə. Cavab 40 olacaq. Yəni biz bu tərəfə doğru hərəkət edərkən 40 dərəcə getmiş oluruq. Və Greenwich meridiana doğru getdiyimiz üçün 50 dərəcədən 40 dərəcəni çıxacaq. Niyə? Greenwichə doğru azalır da dərəcə. Ona görə 50 dərəcədən 40 dərəcəni çıxarıq. O da neçə dərəcə edəcək? 10 dərəcə şərq uzunluğu. Deməli, necə oldu? 40 dərəcə şimal en dairəsi, 10 dərəcə şərq uzunluğu. Variantlara baxaq. 40 dərəcə şimal en dairəsi, 10 dərəcə şərq uzunluğu. Üçün də cavabı Y variantıdır. Dördüncü suala baxırıq. 1 bölünsün 5 milyon miqyaslı xəritədə 20 dərəcə şərq uzunluğu və 10 dərəcə qərb uzunluğu arasında 60 dərəcəlik paralel üzrə məsafə 20 sm olarsa, təhrifi hesablayın. 60 dərəcəli paralelin 1 dərəcəlik qövsünün uzunluğu 55,8 kilometrdir. Biz ilk öncə baş miqyasa əsasən məsafəni hesablayacaq. Sonra isə 1 dərəcəlik qövsün uzunluğuna əsasən, yəni bu dəqiq məsafədir artıq. Bu məsafəni hesablayıb aradakı fərqi tapacaq. Gəlin bunu hesablayaq. Həqiqi məsafə birinci baş miqyasa əsasən hesablayırıq. Həqiqi məsafə bərabərdir. Xəritədəki məsafə neçə santimetrdir? 20 santimetr vurulsun. Həqiqi məsafəni tapmaq üçün artıq bilirsiniz. Xəritədəki məsafəni vurmalıyıq miqyasa. 5 sıfır ataq. 3, 4, 5. 50-yə vururuq. O da neçə edəcək? 1000 kilometr. Bu təhrifli uzunluqdur və ya məsafədir. Niyə? Çünki miqyas xəritənin hər yerində eyni deyil. Təhrif ola bilir bəzən. İndi dəqiq ölçmə işinə gedirik, aparırıq. Deməli, uzunluqlara baxırıq. 20 dərəcə şərq uzunluğu, 10 dərəcə qərb uzunluğu. Deməli, hər iki məntəqə fərqli yarımkürələrdə yerləşdiyi üçün biz nə edəcəyik? Toplayacaq. Fərqli yarımkürədə olanda həmişə toplayırıq. 20-nin üstə 10 gələrik, o da edəcək 30. Həqiqi məsafə bərabərdir. 30 vurulsun. 1 dərəcəlik qövsün uzunluğu 55,8-dir. Vururuq 55,8-ə. Yenə birbaşa cavabı yazaq. 1674 kilometr. Bu dəqiq məsafədir. Bu isə təhrifli məsafədir. İndi aradakı fərqi tapaq görək nə qədər təhrif olunub. 1674-dən də çıxarıq 1000. O da edəcək 674 kilometr. Baxırıq variantlara. Y variantı uyğundur. 4-cü cavabı Y variantıdır. 5-ci suala baxırıq. 50 dərəcə və 20 dərəcəli paralel çevrələr arasında uzunluq fərqini hesablayın. 50 dərəcəli paralelin 1 dərəcəlik qövsünün uzunluğu 71,7 km, 20 dərəcəli paralelin 1 dərəcəlik qövsünün uzunluğu 104,6 km-dir. Biz bilirik ki, paralellər 360 dərəcəlik çevrələrdir. Ona görə biz 50 dərəcənin qiyməti ilə 20 dərəcənin qiymətini 360-a vurmalıyıq. İlk öncə 50 dərəcəni vuraq. 50 dərəcədə neçə idi? 1 dərəcəlik qövsün uzunluğu 71,7-dir. Deməli, 360-ı vurarıq 71,7-yə. O da edəcək 25.812. Bu 50 dərəcənin qiymətidir. İndi 20 dərəcəni tapırıq. 20 dərəcədə neçə idi? 104,6 kilometrdir. Yenə 360 dərəcəni vurarıq 104,6-ya. O da edəcək 37.656. 37.656.
Fərqi hesablayın deyir. 37.656-dan da çıxarıq 25.812-ni. Mən kalkulyatorda çıxım dərhal. 25.812 11.844 edir cavab. 11.844 variantlara baxırıq. 5-in cavabı C variantıdır. Digər suala keçək. Çoxüzlü proyeksiyaya aid doğru ifadələri müəyyən edin deyir. Deməli, çoxüzlü proyeksiyalarda yer səthi kürə deyil, çox sayda trapesiyalara bölünmüş çoxüzlü kimi qəbul edilir. Belə proyeksiyalar kiçik ərazilərin təsvirində, yəni əsasən topografik xəritələrin tərtibi zamanı istifadə edilir. Xəritələrin miqyası böyük və orta, təhriflər isə trapesiyalar arası məsafə kiçik olduğundan çox az olur. Gəlin baxaq görək. 1. Yer kürəsinin səthi çoxlu sayda trapesiyalara bölünmüş çoxüzlü kimi qəbul edir. Bəli, düzdür. 1 düzdür. 2. Əsasən qütb ətrafı və mülayim enliklərdə yerləşən ərazilərin xəritələri bu proyeksiyada tərtib olunur. Xeyr, bu çoxüzlü proyeksiya deyil. Bu konus proyeksiyasıdır. Sonra 3-cü sual, 3-cüyə baxırıq. Əsasən ekvator boyu ərazilərin xəritələri bu proyeksiyada tərtib olunur. Xeyr, bu da səhv cavabdır. Çünki bu silindrik proyeksiya aid edilir. 4. Köməkçi həndəsi səthi kimi silindirdən istifadə olunur. Bu da təbii ki, adını silindir dediyi üçün təbii ki, silindirə aiddir. Silindrik proyeksiyadadır. Sonra 5. Əsasən topografik xəritələrin tərtibində istifadə olunur. Bayaq dedik, bəli, bu da düzgün cavabdır. 1 və 5 düzgün cavabdır. Variantımız Y variantı olacaq. 7-ci suala baxırıq. B və C nöqtələri arasındakı hündürlük fərqi 100 metr olarsa, doğru ifadələri müəyyən edin. Hündürlük fərqini verib, biz kəsmə yüksəkliyi asanlıqla tapa bilərik. B və C nöqtələri arasında 2 məsafə var. 100-ü 2-yə bölərik, kəsmə yüksəkliyi taparıq 50. Kəsmə yüksəkliyi bildiyimizə görə artıq biz cavabları asanlıqla müzakirə edə bilərik. 1 mənfi relyef formasıdır. Xeyr, bu səhv cavabdır. Niyə? Berq ştrixlər kənara doğru çəkilib. Çökəklik deyil, bu dağdır. Deməli, bir aid deyil. 2. Dağın nisbi hündürlüyü 220 metrdir. Gəlin baxaq. Bunun üçün biz ən xarici horizontalın qiymətini bilməliyik. Dedik, kəsmə yüksəklik 50 metrdir. 50 metr olduğuna görə biz bu horizontalın qiymətini asanlıqla tapa bilərik. 970-dən balaca olan 50-yə bölünən ilk ədəd olmalıdır. Bu 950-dir. Bura olacaq 950, bura olacaq 900, bura olacaq 850, bura olacaq 800, burada olacaq 750. Biz artıq buranı bildik, 750-dir, burada 970-dir. Artıq nisbi hündürlüyü tapa bilərik. 970-dən çıxarıq 750-ni, taparıq nisbi hündürlüyü. 220 metr. Nə deyir? 220 metrdir. Bəli, 2 uyğundur. A nöqtəsi dəniz səviyyəsində yerləşir. A nöqtəsi budur. Xeyr, indi tapdıq. A nöqtəsi dəniz səviyyəsində deyil. A nöqtəsi 750 metr hündürlükdədir. Bu səhv cavabdır. Kəsmə yüksəkliyi 100 metrdir. Xeyr, bu da səhvdə tapdıq ki, kəsmə yüksəklik 50 metrdir. B və D nöqtələrinin mütləq hündürlüyü 800 metrdir. Bəli, bayaq dediyim B və D ikisi də eyni horizontalın üzərində yerləşdiyinə görə İkisinin də hündürlüyü bərabərdir və bayaq da dedik, bura 800-dür. Üstündə yazmaq istəmirəm mən, çünki heç xoşlamıram kitabı yazmağı. 6. D nöqtəsində yerləşdiyi yamacın meylliliyi çoxdur. Bəli, görürsünüzmü? Horizontallar bir-birinə yaxın yerləşib. Biz nə demişdik? Horizontallar bir-birinə yaxın yerləşərsə yamacın dikliyi artır. Horizontallar bir-birinə aralı yerləşərsə yamac az meyilli olmuş olur. Yəni bu da düzgün cavabdır. 1 Yox, üzr istəyirəm. 2, 5, 6. Baxaq variantlara B. 7-nin cavabı B variantıdır. 8-ci suala baxırıq. Eyni meridian üzərində olan A məntəqəsi 44 dərəcə şimali idarəsində, B məntəqəsi 24 dərəcə şimali idarəsində yerləşir. A məntəqəsi, gəlin bunu çəkək, heç də ardını oxumayaq, vaxt getməsin.
Deməli, eyni meridian üzərində yerləşirlər. A məntəqəsi 44-də yerləşir. Bura A məntəqəsidir. 44 dərəcə. Şimal endairəsi. B məntəqəsi 24-də yerləşir. Bu da B məntəqəsi. 24 dərəcə. Şimal endairəsi. Bura yazaq B. Nə deyir? A məntəqəsinin B-dən hansı azimutda yerləşdiyini. Hansı azimutdur bura? 0 dərəcəlik azimutdur. A yerləşir 0 dərəcə azimutda. Və bu məntəqələr arasındakı həqiqi məsafəni müəyyən edin. Həqiqi məsafəni müəyyən etmək üçün nə edəcək? Məntəqələrin hər ikisi də eyni yarımkürədədir. Ona görə çıxırıq. 44-dən 24 çıxanda edəcək 20. Və biz meridian üzrə hərəkət elədiyimiz üçün 20-ni vuracaq 111-ə. Çünki meridian üzrə 1 dərəcənin qiyməti 111 kilometr. Bu hər yerdə, meridianın hər yeri üçün belədir. Yəni paraleldən fərqli olaraq. Paralellər ekvatordan qütblərə doğru 1 dərəcəlik qövsün uzunluğu azalır, amma meridian dəyişmir. 1 dərəcə hər yerdə elə 111 kilometrdir. Ona görə 20 dərəcəni vurarıq 111-ə, o da neçə edəcək? 2220 kilometr. Birbaşa yazdım. 8-ci cavabı hansı variant oldu? C variantıdır. Keçdik 9-cu suala. Bu da maraqlı sualdır. Sxemə əsasən aralarında ən qısa və ən uzun məsafə olan nöqtələr, məntəqələrin müvafiq olaraq müəyyən edin. Yenə bizə paralellərin qiymətini verib. Gəlin baxaq, hesablayaq. Deməli, gəlin yenə F-ni hesablayaq. Birinci Y və F arasında neçə dərəcə fərq var? Gəlin onu hesablayaq. Bura 160, bura 160. Deməli, buradan bura 20, buradan da bura 20. Yəni 40 dərəcə fərq var. Biz 40 dərəcəni 20 dərəcəlik, bu 20 dərəcəli paralelin 1 dərəcəlik qövsünün uzunluğu neçədir? 104,6. Biz 40 dərəcəni vurmalıyıq 104,6-ya. 40 dərəcə vurulsun 104,6. O da bərabərdir 4184 kilometr. Bu Y ilə F arasındakı məsafədir. Belə buradan yazaq. Y, F bərabərdir 4184 kilometr. A və B-ni tapaq. A, B-ni tapmaq üçün yenə dərəcəyə baxırıq. Buradan bura 10 dərəcə, buradan da bura 20 dərəcə. 20 dərəcənin üstünə 10 dərəcə gəlirik. Edir 30 dərəcə. 30 dərəcəni də vururuq. 10 dərəcənin də qiymətini verib 109,6. O da bərabərdir 3288 kilometr. Deməli, AB də oldu 3288 kilometr. Sonra CB-ni də tapa bilərik. CB ilə dərəcə fərqi neçə dərəcədir? 10 dərəcədir. 10 dərəcəni vuracaq yenə. 10 dərəcədə neçə idi? 109,6. O da bərabərdir 1096 kilometr. Deməli, CB də oldu neçə? 1096 kilometr. Sonra CB-ni də tapdıq. BD-ni də tapa bilərik. Meridian üzrədir. Meridian üzrə demək, buradan bura 10 dərəcədir. 10 dərəcəni vururuq 111-ə. Niyə? Çünki meridian üzrə 1 dərəcənin qiyməti 111 kilometrdir. 10 dərəcəni də 111-ə vurarıq. O da edər neçə? 1110 kilometr. BD də bərabərdir 1110 kilometr. Məsafələri tapdıq. İndi baxaq, görək nə deyir? Ən qısa və ən uzun məsafə olan məntəqələri müəyyən edin. Baxırıq, görürük, ən qısa məsafə hansı oldu? Ən qısa məsafə CB oldu. 1096 kilometr. CB və ən uzun məsafə YF arasında olub 4184. YF. Variantlara baxaq. CB və YF C variantındadır. 9-un da cavabı C variantıdır. Keçirik 10-cu suala. Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin.
Plan, xəritə. İndi baxaq variantlara. Hər hansı bir məntəqənin coğrafi koordinatlarını müəyyən etmək mümkündür. Bu xəritəyə aiddir. Biz planda coğrafi koordinatları müəyyən edə bilmərik. 2. Müxtəlif təyinatlı infrastruktur obyektləri təsvir edilir. Bu plana aiddir. Gəlin burada yazaq. Yine kitabın üstündə qeyd eləmək istəmirəm. Deməli 1-ə aid oldu, 2. Burada 2-dir. 2-yə aid oldu 1. 3-ə aid olanları da burada yazarıq. 3. İki məntəqə arasında məsafənin ölçülməsi mümkündür. Bu hər ikisinə aiddir. Biz hər ikisində də məsafələri ölçə bilirik. Deməli 3 3-ə getdi. 4. Daha dəqiq təsvir hesab olunur. Təbii ki, bu plana aiddir. Xəritədə təhriflər olur çünki. 1-ə deməli 4. Müxtəlif coğrafi hadisə və prosesləri təsvir etmək mümkündür. Bu da xəritəyə aiddir. Deməli 2-yə 5 getdi. Tərtib olunmasında miqyas və şərti işarələrdən istifadə edilir. Bu da hər ikisinə aiddir. Həm planda, həm də xəritədə şərti işarələrdən istifadə olunur. 6-da 3-ə getdi. Variantlara baxaq. 1-ə 2, 4. 2-yə 1, 5, 3, 6. Onun cavabı bir dəqiqə görsənmir. Hə. Onun cavabı D variantıdır. 11-ci suala baxaq. Xəritə sxemə əsasən doğru bəndi müəyyən edin. A. Ən son kəşf edilmiş qitədir. Ən son kəşf edilmiş qitə Antarktidadır təbii ki. A-ya 4 aiddir. Baxaq görək. A variantında göstərib 4A. Sonra 5-ə, burada A variantı ilə baxaq. 5-ə D aiddir deyir. 5 Cənubi Amerikadır. Alexander Humboldt'un tədqiq etdiyi ərazidir. Bəli. 5 də düzdür. Variantımız A variantıdır. Digərlərini oxumağa ehtiyac yoxdur artıq. İstəyirsiniz gəlin baxaq, amma yenə də B-də nə deyir? 3-ə D aiddir deyir. 3 nədir? 3 İslandiyadır. Alexander Humboldt'un tədqiq etdiyi ərazi. Xeyr, bu səhvdir. Alexander Humboldt Cənubi Amerikada olub. Ona görə B variantı sıradan çıxdı. 2-də nə deyir? 2-də B-yə uyğun deyir. Afrika deyir. Xristofor Kolumb səyahəti zamanı bu ərazidən istifadə edib. Bu ərazidən keçib. Xeyr, bu ərazidən keçməyib. Bu da səhvdir. Ümumiyyətlə, digər variantların hamısı səhv olacaqdır. C variantına baxırıq. 1-ə A aiddir deyir. 1 Avstraliyadır. Ən son kəşf edilmiş qitədir. Xeyr, ən son kəşf edilmiş qitə Antarktidadır. 5-ə deyir C aiddir. Cənubi Amerika ən böyük qitədir. Xeyr, ən böyük qitə deyil. Bu da səhv cavabdır. Keçdik D-yə. 2-yə Y variantı deyir. Uyğundur. 2 Afrika idi. Vasco da Gama səyahət zamanı buradan keçib. Xeyr, bu da səhv cavabdır. Sonra 1-ə B aiddir deyir. Avstraliya. Xristofor Kolumb səyahəti zamanı. Xeyr, bu da səhv cavabdır təbii ki. Keçdik 12-ci suala. Uyğunluğu müəyyən edin. 1 dairəvi diaqram, 2 sütunlu diaqram, 3 xəttli diaqram. Deməli, baxaq, dairəvi diaqrama hansılar aiddir? Dairəvi diaqram son 10 ildə müxtəlif dənli bitkilərin məhsul yığımının dinamikası bu xətti diaqrama aiddir. Sonra B-yə baxırıq. Ölkə sənayesində il ərzində istehsal olunan ərzaq məhsulları arasında şəkərin payı dairəvi diaqramda təsvir olunur. 1-ə B aiddir. 1B deməli 2-yə də C aid olacaq. Ölkənin müxtəlif şəhərlərində yerləşən zavodların sayı bu da sütunlu diaqramda göstərilir. Deməli variantlara baxırıq. A variantı uyğundur. 1-ə B, 2-yə C, 3-ə A uyğundur. Keçirik 13-cü suala. Müvafiq olaraq qütb ulduzunun Bakıya nisbətən böyük və kiçik bucaqla göründüyü şəhərləri müəyyən edin. Biz bilirik ki, qütb ulduzu ekvatordan yuxarıda yerləşən ərazilərdə görsənir. Ekvatordan cənubda yerləşən ərazilərdə qütb ulduzu görsənmir. Gəlin indi baxaq.
Bakıya nisbətən deyir daha böyük. Bakıya nisbətən böyük olması üçün Bakıdan biraz daha yuxarı enlikdə yerləşməsi lazımdır. Oslo Norveçin paytaxtıdır. Hətta gəlin bunu istəyirsiniz xəritədə göstərək. Baxaq xəritədə. Oslo burada yerləşir, Norveçin paytaxtıdır. Bakıdan həqiqətən də daha yuxarıda yerləşir. Qütb ulduzun təbii ki daha böyük bucaq altında görsənəcək. Burada Oslo aiddir, bəli, 2, 1-ə 2 aiddir. Bir də Kazan. Kazana baxaq, Kazan da burada yerləşir. Bakıdan daha yuxarıdadır. Deməli, burada da böyük bucaq altında görsənəcək. Deməli, 1-ə 2 və 3 aiddir. 1-ə 2 və 3 aiddir. Daha kiçik bucaqla olması üçün Bakıdan aşağıda yerləşməsi lazım. Manila Filippinin paytaxtıdır. Baxın, bir də göstərim burada. Manila. Görürsünüz, Bakıdan daha aşağıda yerləşir. Ona görə kiçik bucaq altında görsənəcək Manilada. Bir də Qahirə. Qahirə də Misirin paytaxtıdır. Baxın, burada görsənir Qahirə. Bakıdan həqiqətən də aşağıda olduğu üçün qütb ulduzu kiçik bucaq altında görsənəcək. Deməli, variantımız hansı variant oldu? Onun üçün cavabı B variantı oldu. Santiago'ya heç baxmırıq. Santiago cənubda yerləşir. Cənubda ümumiyyətlə qütb ulduzu görsənmir. New York Bakı ilə eyni enlikdə yerləşir. Ona görə qütb ulduzu eyni bucaq altında görsənəcək. Onu da seçmirik. Onun üçün cavabı B variantıdır. 14-cü suala baxırıq. Miqyası 1 bölünsün 5 milyon olan xəritədə 40 dərəcəlik paralel üzərində 30 dərəcə şərq uzunluğu və 55 dərəcə şərq uzunluğu arasında məsafə 40 cm olarsa tərifi hesablayın. O bayaqki sual kimidir. Yenə gəlin hesablayaq bunu. Birinci baş miqyası əsasən həqiqi məsafəni tapaq. Həqiqi məsafə bərabərdir 40 cm xəritədəki məsafə. 40 cm vurarıq neçəyə? 5 sıfır ataq 3, 4, 5, 50-yə. O dedəcək 2000 kilometr. Bu təhrifli məsafədir. İndi həqiqi daha düzgün məsafəni, dəqiq məsafəni tapaq. Dəqiq məsafəni tapmaq üçün nə edəcək? Məntəqələr eyni yarımkürədə yerləşir. Görürsünüz, ona görə çıxırıq. 55 dərəcədən 30 dərəcəni çıxacaq. O da neçə edəcək? 25 dərəcə şərq, 25 dərəcə. 25 dərəcəni də biz vurmalıyıq 40 dərəcəlik paraleldə 1 dərəcəlik qövsün uzunluğu artıq bilirik 85,4 kilometr olduğu üçün 85,4-ə vuracaq. Yenə kalkulyatorda hesablayayım daha tez olsun. 2135 kilometr. İndi biz təhrifi hesablamaq üçün təbii ki 2135-dən çıxarıq 2000-i, taparıq təhrifi. 135 kilometr təhrif olunub. Belə. C variantı 14-cü cavabda C variantıdır. 15-ci suala baxırıq. 45 dərəcə şimal enli dairəsi 120 dərəcə şərq uzunluğu və 15 dərəcə cənub enliyi 15 dərəcə qərb uzunluğuna uyğun gələn məntəqəni müvafiq olaraq müəyyən edin. Bu da asan sualdır. Gəlin müəyyən edək. 45 dərəcə şimal enli dairəsi deyir. 120 dərəcə şərq uzunluğu deyir. Baxın, bura 45 dərəcədir. Bu da bilmirəm oradan necə görsənir. Biraz yaxınlaşdırım. Daha yaxşı görsənsin. Bu A variantına, A məntəqəsinə uyğundur. A 45 dərəcəlik şimal enli dairəsində yerləşir. 120 dərəcə şərq uzunluğunda yerləşir. 1-ə A aiddir. 2-yə baxırıq. 2 15 dərəcə cənub enli dairəsi. 15 dərəcə qərb uzunluğu. Baxın. 15 dərəcə qərb uzunluğu burada. 15 dərəcə cənubda D. Deməli 1A 2D. 15-in cavabı E variantıdır. 16-cı suala baxırıq. Mütləq hündürlük. Biz bilirik ki, mütləq hündürlük okean və ya dəniz səviyyəsinə hesablanan hündürlükdür. Yəni, bu asan sualdır. 16-cı cavabı konkretdir, yəni A variantı. Məntəqənin okean səviyyəsinə hesablanan hündürlükdür və ya dəniz səviyyəsindən. Digər variantları heç baxmağa ehtiyac yoxdur. 17-ci suala baxırıq.
Doğru xüsusiyyətləri müəyyən edin. Keyfiyyət fon üsulu, nöqtələr üsulu, areal üsulu. Deməli, keyfiyyət fon üsulu təsvir olunan ərazini hansısa keyfiyyət əlamətinə görə fərqləndirmək üçün tətbiq olunur. Siyasi xəritələrdə ölkələrin əraziləri, fiziki xəritələrdə relyef vahidləri, iqlim xəritələrində yağıntıların paylanması bu üsulla göstərilir. Nöqtələr üsulu nədir? Nöqtələr üsulu ilə xəritələrdə coğrafi obyektlərin ərazi üzrə yayılması və onların kəmiyyət göstəriciləri verilir. Burada hər bir nöqtə və onların ölçüsü müəyyən kəmiyyət göstəricilərini ifadə edir. Bu üsul ilə əhalinin yerləşməsini, mal-qaralının sayını göstərir və s. Areal üsulu nədir? Areal üsulu ilə hər hansı hadisənin və ya prosesin yayıldığı ərazilər təsvir edilir. Xəritələrdə areallar qapalı xətlə və yaxud rənglə göstərilir. İndi gəlin baxaq. Keyfiyyət fonu üsulu 1. Fiziki xəritələrdə ovalıqlar, yüksəkliklər və yaylalar bu üsulla təsvir edilir. Bəli, bunun üçün rənglərin çalarlarından istifadə olunur. Deməli, bir düzgün cavabdır. 2. Hər hansı bir ərazi kəmiyyət göstəricilərinə görə fərqləndirilir. Xeyr, bu səhv cavabdır. Nöqtələr üsuluna nələr deyir? Bu üsul ilə əhalinin yerləşməsini və sayını müəyyən etmək olar. Bəli, bayaq dedik. 1-3 doğru cavabdır. Tematik xəritələrdə müxtəlif şərti işarələrlə və xətlərlə göstərilir. Xeyr, bu səhv cavabdır. 1-3, bir də areal üsulu üçün nə deyir? Xəritədə yağıntıların və günəş radiasiyasının paylanması bu üsulla verilir. Xeyr, bu da səhv cavabdır. 6. Xəritədə göstərilən elementlərin yayılma sahəsi rənglənərək təsvir olunur. Bəli, areal üsuluna aiddir. 1-3-6. Doğru cavab 17-ci cavabı C variantıdır. 18-ci suala baxırıq. Sxemdə kəsmə yüksəkliyin 50 metr olduğunu nəzərə alaraq A və B horizontallarının mütləq hündürlüyü müvafiq olaraq müəyyən edin. Biz kəsmə yüksəkliyi bilirik. B-ni asanlıqla tapa bilərik. B 250 olacaq. Niyə? Bura 238-dirsə, bu horizontalın qiyməti 50-yə bölünən 238-dən böyük olan ilk ədəd olmalıdır. Bu ilk ədəd 250-dir. B olacaq 250. Artıq buranı bilirik 250. Bura olacaq 200, bura olacaq 150, burada olacaq 100. A 100, B 250. İndi baxaq variantda. Birinci burada prosta tərsinə veriblər. Birinci B-nin qiymətini veriblər, sonra A-nın. Adətən birinci A-nı, sonra B-ni verirlər, amma burada biraz yerlərin dəyişik veriblər. A variantı uyğundur. 250 B-nin qiymətdə, yəni əslində burada yerlərin dəyişib veriblər. 18-ci cavabı A variantıdır. 19-cu suala baxırıq. Xəritədə eyni meridian üzərində olan A məntəqəsi 76 dərəcə şimal idarəsi. Gəlin bunu çəkək. Uzatmadan çəkək bunu. Bu tipdə sualdır. Yenə eyni meridian üzərində yerləşir. 76 dərəcə şimal dairəsi bu A məntəqəsidir. B məntəqəsi deyir 16 dərəcə cənub dairəsidir. Artıq bu fərqli yarımkürədə yerləşir. Bu məntəqələr arasındakı məsafə, həmin bu məsafə deyir, 44,4 cm olarsa xəritədə, xəritənin bu hissəsi üçün xüsusi miqyası müəyyən edin. Deməli, məntəqələr fərqli yarımkürələrdə olanda həmişə yadınızda saxlayın, toplayırıq. 76-nın üstə 16 gələrik. Neçə edəcək? 92. Bilirik ki, 92 dərəcə fərq var. Meridian üzrə hərəkət etdiyimiz üçün 92 dərəcə nə edəcək? Vuracaq 111-ə, o da bərabərdir. Edəcək 10.212 kilometr. İndi biz xüsusi miqyası tapa bilərik. 10.212-ni də bölərik 44,4-ə. O da edəcək 230. 230-u da biz ədədi miqyas şəklində ifadə etmək üçün 230-un yanına 5 sıfır gələrik. O da edəcək 1/23 milyon. Variantlara baxırıq. 19-cu cavabı A variantıdır. 20-ci suala baxırıq. Xətti miqyasa əsasən xəritədəki ölçüləri 72 kvadrat santimetr olan bataqlığın həqiqi sahəsini hesablayın. Sahənin düsturu var idi bildiyimiz kimi. Həqiqi sahə bərabərdir xəritədəki sahə vurulsun miqyasın kvadratı.
Bizdən nəyi soruşur? Həqiqi sahəni soruşur təbii ki. Həqiqi sahə bərabərdir xəritədəki sahə 72. Burası miqyasın kvadratı. Miqyasımız da burada verilib. 3,5-dir. 3,5-in kvadratını tapmalıyıq biz. Birbaşa yazacağım mən. 72 vurulsun. 12'dan %25. O da bərabərdir. 882. Variantlara baxırıq. D variantı uyğundur. 20-də cavabı D variantıdır. 21-ci suala baxırıq. Azərbaycan Respublikasının 1 bölünsün 500 min miqyaslı sənaye xəritəsinin məzmununa, miqyasına və ərazi əhatə etməsinə görə müəyyən edin. Miqyasına görə bu hansı miqyasdır? Orta miqyasdır. Orta miqyaslı xəritələr nə demişdik? 1 bölünsün 200 mindən 1 bölünsün 1 milyona qədər olan xəritələrdir. Deməli, miqyasına görə orta miqyaslıdır. Kompleks xəritələr deyil, tematik xəritələrdir. Tematik xəritələrdir. Demək, çünki sənaye xəritəsidir. Yəni, ayrı bir mövzu təsvir olunub. Daha doğrusu bir mövzu təsvir olunub. B variantına baxırıq. Böyük miqyas deyir. Xeyr, səhv cavabda orta miqyasdır. Bağa görə digərlərinə Y variantı uyğundur. Tematik xəritədir, orta miqyaslı xəritədir. Azərbaycan Respublikası deyir, yəni ölkələrin və onların bir hissəsinin xəritəsidir. Ərazi əhatə etməsinə görə ölkələr və onların xəritələrinə aiddir. 21-ci cavabı da Y variantıdır. 22-ci suala baxırıq. B. Coğrafi koordinatların verib məntəqəsindən hərəkətə başlayan səyahətçi. Gəlin çəkək oxumadan. 40 dərəcə şimalin dairəsi, 20 dərəcə şərq uzunluğu. Hərəkətə başlayıb, deməli 270 dərəcə azimutda. Artıq bilirik ki, 270 dərəcə qərb istiqamətidir. Bura 4270 kilometr yol gedib. Çatdığı məntəqənin koordinatlarını soruşur. Biz artıq bilirik ki, 40 dərəcədə 1 dərəcəlik qövsün uzunluğu 85,4 olduğu üçün dərəcəni tapmaq üçün 4270-i bölərik 85,4-ə. O da edəcək 50. Yəni 50 dərəcə gedib. Deməli, bura 20 dərəcə şərq uzunluğudur. Qrinviçə doğru 20 dərəcə getsək 0 olmuş olacaq. Tutaq ki, bura Qrinviçdir. 0. Buradan bura 20 dərəcədirsə 50 dərəcə gedib də, buradan da bura 30 dərəcə getmiş olacaq da. Yəni artıq qərbə doğru keçirik, qərb uzunluğuna keçirik. Burada olacaq 30. Bildiniz də 30-lardan tapdıq. Buradan bura 20, buradan da bura 30 getmiş olacaqdır. Çünki 50 dərəcə olmalıdır. Hər iki dərəcəni toplasaq, fərqli yarımkürələrdə yerləşdiyinə görə. Onda tapırıq ki, həqiqətən də 50-dir. Və ya belə eləyə bilərsiniz. 20-dən 50-ni çıxa bilərsiniz. O da eləcək -30. -30 olduğu üçün artıq qərb uzunluğu deməkdə qərbə keçib. Deməli, koordinatları tapırıq. Koordinatlar ancaq 40 dərəcəli şimal en dairəsi üzrə gedib, yəni dəyişməyib, coğrafi enliyi 40 dərəcədir. 30 dərəcədə qərb uzunluğu. Variantlara baxaq. A variantı uyğundur. 22-ci cavabı A variantıdır. Yerləşdiyi yarımkürəni müəyyən edin deyir. Şimal yarımkürəsində yerləşir, bir də qərb yarımkürəsində yerləşir. Düzdür, 22-ci cavabı A variantıdır. 23-cü suala baxırıq. Bu da sahəyə aid məsələ həllidir. Bu səfər xəritədəki sahəni soruşur. Düstura əsasən, düsturu bayaq yazmışdıq burada. Xəritədəki sahəni tapmaq üçün həqiqi sahənin miqyasının kvadratına bölməliyik. Xəritədəki sahə bərabərdir həqiqi sahə 4320 bölünsün miqyasın kvadratı. 5 sıfır atanda 6 eləyir, altında kvadrat eləyəcək 36. O da edəcək 120. Cavab 120-dir. 24-cü suala baxırıq. Sxemdə verilmiş proyeksiyada tərtib olunmuş xəritədə hansı adaların ən az təhribə məruz qaldığını müəyyən edin. Baxaq. Hətta bunu xəritədə birbaşa göstərək. Burada hansı proyeksiyadan istifadə olunub? Silindrik proyeksiyadan istifadə olunub.
Silindrik proyeksiyada biz demişdik ki, ekvator boyu təhrif sıfıra bərabərdir toxunma nöqtələrində. Ona görə ekvator və ona yaxın yerləşən adalarda daha az təhrif olacaq. Ekvatorda ümumiyyətlə olmayacaq, sıfır təhrifli xətt olacaq da. İndi gəlin baxaq. Xəritədə baxaq buna. Yeni Zelandiya buradadır. Yeni Zelandiya ekvatordan uzaqda yerləşdiyi üçün Yeni Zelandiyanı götürmürük. Kuba. Kuba da buradadır. Kuba da ekvatordan uzaqda olduğu üçün onu da götürmürük. Bizə lazımdır ekvator və ona yaxın yerləşən adalar. Sumatra. Sumatranı daha digər xəritədə göstərim, daha yaxşı. Sumatra adası görürsünüz. Burada yerləşir. Ekvatorun ərazisi, ekvator boyu yerləşir də. Sumatrada, deməli Sumatranı götürürük. Təhrif azdır. Kalimantanı da götürürük. Təhrif yenə Kalimantan'da da azdır. 3 və 4 olacaq cavab. Madagaskarı götürmürük. Madagaskar çünki ekvatordan uzaqdadır. Təhrif, çünki ekvatordan qütblərə doğru getdikcə təhrif artır da bu proyeksiyada. Silindrik proyeksiyada. Belə, deməli 24-cü cavabı 3 və 4-dür. 3 və 4. Digərlərini götürmürük. 25-ci suala baxırıq. 25-ci sualda nə deyir? Eyni ölçüdə olan kağızlarda tərtib olunmuş xəritələrin generalizasiyanın artma sırasına görə ardıcıllığını müəyyən edin. Generalizasiya nədir? Yəni ixtisar, kiçilmə, ümumiləşdirilmə. Yəni sahəsi kiçik olandan başlayacaq, ən kiçik olandan başlayacaq. Ən kiçik olanda generalizasiya daha az olacaq. Arta getməlidir. Bizdən onu istəyir. Baxaq görə dünya siyasi xəritəsi, Avropa qitəsinin iqlim xəritəsi, Qaradəniz xəritəsi, Sumqayıt şəhərinin xəritəsi. Təbii ki 4 birinci gəlmiş olacaq. Yazaq 4. Çünki ən kiçik ərazidən başlayırıq da, ən kiçik ərazidə generalizasiya daha az olmuş olacaq. Sonra Azərbaycanı götürə bilərik. 4-dən sonra 5. Getdikcə ərazi böyüyür də. Ərazi böyüdükcə generalizasiya da daha çox olmuş olur. Sahə böyüdükcə generalizasiya, ixtisar, ümumiləşdirmə və ya daha çox olmuş olur. Azərbaycandan böyük olan Qaradəniz var burada. 3. Qaradənizdən daha böyük ərazi Avropa qitəsinin iqlim xəritəsidir 2. Təbii ki 2-dən də ən böyük dünyanın siyasi xəritəsidir 1. Oldu. Deməli ardıcıllıq necə? 4, 5, 3, 2, 1. 26-cı suala baxırıq. Verilən əlamətlərə uyğun gələn şərti işarələri müəyyən edin. Bu da asan sualdır. Müəyyən sahəyə malik ərazilər təsvir edilir. Bu konturlu şərti işarələrdir. Konturlu şərti işarələr adlanır. Göllər, meşələr bu üsulda təsvir edilir. Bir bilirik ki, məktəbdir, miqyassızdır. 2 üzüm bağlardır. Bəli, konturludur, 2 aiddir. 3 xətlidir, aid deyil, yəni konturluya aid deyil. 4 çaydır, yenə xətlidir, konturluya aid deyil. 5 meyvə bağı aiddir konturluya. 6 kolluq, o da aiddir. Deməli 2, 5, 6 doğru cavabdır. 27-ci suala baxırıq. Yavaş-yavaş yekunlaşırıq. Uyğunluğu müəyyən edin. Kartografik proyeksiyalar bir bərabər bucaqlı, bərabər sahəli, ixtiyari. Gəlin indi uyğunlaşdırmanı edək. Bərabər bucaqlıya hansılar aiddir? Baxaq. Sahə və bucaqlar az təhriflə verilir. Bu bərabər sahəliyə aiddir. Gəlin burada qeyd edək. Deməli 1, 2, 3. Deməli A getdi 2-yə. Bir dəqiqə. Sahə bucaq az təhriflə. Yox, üzr istəyirəm. A 2-yə getmir. 2-də sahə və bucaqlar demək olar ki, təhrif olunmur. Bərabər sahəli deyil. Deməli, sahə və bucaqlar az təhriflə verilir. Bu ixtiyariyə aiddir. 3-ə aiddir A. İstiqamət və ya bucaqlar demək olar ki, təhrif edilmir. Təbii ki, bu bərabər bucaqlıdır. Bərabər bucaqlıda istiqamət və bucaqlar demək olar ki, təhrif edilmir. Deməli, 1-ə getdi, 1B getdi 1-ə. Materik və okeanların sahələrini hesablamaq üçün istifadə edilir. Bu bərabər sahəlidir.
C getdi 2-yə. Uzunluq və format tam təhrif olunur. Bu ixtiyardadır. Getdi 3-ə. Sonra dəniz nəqliyyatında və aviasiyada istifadə olunur. Bu bərabər bucaqlıdır. 1. Deməli, Y də getdi 1-ə. Deməli, oldu nə? 1-ə B və Y. 2-yə C. 3-ə də A və D olunur. Keçdik bu suallara, situasiya tipli suallara. Gəlin oxuyaq. Xəritələr kartografik proyeksiyaların vasitəsilə tərtib olunur. Bu zaman yeni kürə səthi müstəvi üzərinə köçürüldüyündən xəritələrdə təhriflər əmələ gəlir. Lakin xəritələrdə təhriflərin olmadığı xətt və ya nöqtə olur ki, onlara sıfır təhriflər xətti və ya nöqtəsi deyilir. A proyeksiyasında bu xətt ən uzun paralel, B proyeksiyasında isə 60 dərəcə və ona yaxın paralellərdir. Mətnə əsasən A və B proyeksiyalarını müəyyən edib yazın. A proyeksiyasında deyir ən uzun paraleldir. Bu silindrik proyeksiyadır. Biz nə demişdik? Silindrik proyeksiyalarda qlobus şəffaf silindrin daxilinə yerləşdirilir. Bu zaman qlobus ekvator boyunca silindrin səthinə toxunur. Toxunma xəttində, baxın, burada daha yaxşı göstərir. Toxunma xəttində təhrif olmadığından bu xətt sıfır təhrifli xətt adlanır. Odur ki, bu proyeksiyadan ekvatora yaxın ərazilərin xəritələrinin tərtib olunması zamanı istifadə edilir. Yəni, A proyeksiyası silindrik proyeksiyasıdır. Yəni, buradan yazmağa ehtiyac yoxdur da. Yəni, A, hətta gəlin yazaq. A oldu. Silindrik proyeksiya. B də olacaq. Gəlin B-yə baxaq. B deyir ki, 60 dərəcə və ona yaxın paralellər. Bu isə konus proyeksiyasıdır. Deməli, konus proyeksiyalarında xəritə tərtib olunarkən qlobus konusun səthi ilə ya bir paraleldə, yəni bu 60 dərəcəlik şimalin dairəsidir, ya da iki paraleldə kəsişir və bu paralellər boyunca təhrif olmur. Konus proyeksiyasından qütb ətrafı və mülayim enliklərdə yerləşən ərazilərin xəritələrinin tərtib olunmasında istifadə olunur. Burada gördüyünüz ki, 60 dərəcə və ona yaxın paralellər bu konus proyeksiyasıdır. Konus proyeksiyası. 28-ci cavabı budur. 29-cu suala baxırıq. A və B proyeksiyalarında meridian və paralellərin nə cür təsvir olunduğunu müvafiq olaraq müəyyən edib yazın. Deməli, A dedik silindrik proyeksiyasıdır. Silindrik proyeksiyasında meridian və paralellər necə təsvir olunur? Deməli, silindrik proyeksiyada tərtib olunmuş xəritələrdə paralel və meridianlar bir-biri ilə düz bucaq altında kəsişən düz xəttlər şəklində təsvir olunur. Bu şəkildə də yazırıq. Mən burada yazmıram, yenə deyirəm. Silindrik proyeksiyada, yəni bu şəkildə yazılacaq. Tərtib olunmuş xəritələrdə paralel və meridianlar bir-biri ilə düz bucaq altında kəsişən düz xəttlər şəklində təsvir olunur. Konus proyeksiyasında bəs necə təsvir olunur? Konus proyeksiyasında meridianlar bir nöqtədən çıxan düz xəttlər kimi, paralellər isə qövsvari formada təsvir olunur. Bax, belə də paralellər qövsvari formada, meridianlar isə bir nöqtədən çıxan düz xəttlər kimi təsvir edilir. Bu şəkildə də yazırıq. Nəhayət sonuncu sual, 30-cu sualda nə deyir? Mətnə əsasən cədvəli tamamlayın. A proyeksiyasında tərtib olunan xəritələrdə, yəni A hansı idi? Silindrik proyeksiyasıdır. Ən az təhriflə təsvir edilən materik. Bu Afrika materikidir. Çünki Afrika materiki ekvator ərazisində daha çox sahə tutur. O, yəni Afrika materikidir cavab. Bura Afrika yazırıq. A proyeksiyasında tərtib olunan xəritələrdə ən çox təhriflə təsvir edilən ərazilər təbii ki, qütb ətrafı ərazilərdir. Misal üçün xəritədə göstərək hansı ərazilər.
qütb ətrafı ərazilər. Misal üçün, bax, burada göstərək. Bu ərazilər, yəni Avrasiyanın şimal hissəsi, İslandiya adası, Şimali Amerikanın şimal hissəsi, Qrenlandiya adası, yəni ərazilər çoxdur. Yəni qısacası qütb ətrafı ərazilər yaza bilərik. Qütb ətrafı ərazilər. B proyeksiyasında tərtib olunduğu xəritələrdə ən az təhriflə təsvir edilən materiklər. B proyeksiyası hansı proyeksiya idi? Bayaq dedik, konus proyeksiyası. Konus proyeksiyasında ən az təhriflə təsvir olunan materikləri soruşur. Təbii ki, bu Şimali Amerika materikidir. Bir də Avrasiya materikidir. Çünki qütbə yaxın yerləşir. Şimali Amerika və Avrasiya. Bu qədər. Ümid edirəm ki, bu video sizin üçün faydalı olmuşdur. Ümid edirəm ki, bu videodan siz nələrsə öyrəndiniz. İndi sizdən xahiş edirəm, kanala abunə olun. Bəyəndinizsə bəyən butonuna basmağı da unutmayın. Gələcək test tapşırıqlarında görüşmək üzrə. Hər birinizə uğurlar arzu edirəm. Videoya like qoyun ki, davamı gəlsin izahatların. Hər birinizə uğurlar. Təşəkkür edirəm. Digər videolarda görüşmək üzrə. Sağ olun.